Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, iman gətirdikdən sonra heç bir şəkki şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır. Məhz belələri imanlarında sadiq olanlardır. Qaf surəsi 15-ci ayə. İki rükət sübh namazı qılıram. Vacib qürbətən illallah. Allaha ibadət edənlər üç qrupdur. Qorxudan, bu qulların ibadətidir. O biri mükafat tamahı ilə, bu muzdurların ibadətidir. Üçüncü dəstə sevgi və məhəbbətə xatir ibadət edənlərdir ki, bu da azadələrin ibadətidir. Altı günə nizamlanan kainat rəngsiz, boyasız, eyni zamanda misilsiz rəng çararları ilə heyrətləndirə bilən qüdrət və hikmət tablosudur, ibrət peyzajıdır. Xaliq tərəfindən yaranmış insan zəkasının hələ dərk mərkəzinə çata bilmədiyi, təfəkkür radiusunda azıb qaldığı yaradılışın sirri əzəli, əbədi tədqiqat nöqtəsidir. Yaradan və kainat, Tanrı sevgisi və özünü dərk, kamillik çağı və Allaha qovuşmaq təşnəsi, həqiqət axtarışı, vəhdədi vücud fəlsəfəsi, dinin elmi fəlsəfi mahiyyətinə varmaq cəsarəti, qoskoca dünyanın sual və şübhə bucağından əskilməyən, imanlı, analitik araşdırma tələb edən məsələlərdəndir. Nurdan yaranan həyat özünün harmoniyası, simmetriyası, dəqiq ölçü anlamları və bucaqları, kontrastları ilə Allahın qüdrətinə bir işarədir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allah Teala böyükdür və onun xaliqliyi, böyüklüyü həmişə olmuş və bu əbədi bir məqamdır. Əbədi, uca bir məqamdır. Allah Teala insanı xəlq etməmişdən öncə yeri, göyü, kainatı, bizə bəlli olan və bəlli olmayan dünyaları, müasir dildə desək, qalaktikaları, ulduzlar sistemini, günəş sistemini xəlq etmişdir. Və bu xilqətdən məqsəd gələcək xilqət üçün, ikinci xilqət üçün, yəni insanın yaranışı üçün onu əhatə eləyəcək mühiti hazırlamaq idi. İnsanlar kainatın sirrini və onun öz qüdrətini dərk etsinlər deyə Tanrı zaman-zaman möcüzələr göstərdi. Yer üzünə varid etdiyi peyğəmbərlərin simasında. Həzrəti Musanın nur saçan əlləri və sehirbazların yalanını alt-üst edən əsası, Nuhun gəmisindəki imanlılarla imansızların qarşı durmasındakı son nəticə, İsa Peyğəmbərin şəfa hikməti, Əshab-ı Kəhf mağarasındakı vaxt dayanmaqlığı yalnız düşüncə sahiblərinə dərk oldu. Günümüzə qədər davam edən göstərmələr
Elmi nəzəri nöqtədən təhrilə yönəlsə də, izahat düsturu, versiya və ya isbata gəlməyən teoremdən o yana getməyib. Hər cür bədii dekorativ, rəngkarlıq məkanından uzaq dəryadan tapılan balığın Allah kəlamı ilə bəzənmiş pulcuqları, meyvə qabığındakı eyni kəlmələr, İslamdan uzaq adamları belə düşünməyə vadar edən səmadakı azan səsi, dünyanın ən nəhəng alimlərinin aça bilmədiyi, fundamental nəzəriyyələrin qavramadığı Bermud uçbucağı, dünyanın dərki fəsli qarşısında asılmış iri bir sual işarəsidir. Həm də özünü dərk, paklaşma, mənəvi təkamül yolunda bir sınaq düşüncəsidir. İnsanı əhatə eləyən, onu dərk eləyən, onun yaşadığı, onun həyatını sürdürdüyü bir dünya var. Bir də ona məlum olmayan dünya vardır ki, hələ insan həyatdaykən o dünya var, yəni axirətinə çatmamış o dünya var, lakin o dünyanı insan görmür və yalnız dediyimiz kimi Quran vasitəsilə dərk eləyir. Bu da qeyb aləmidir. Hətta insan həyatda olarkən onun üçün həmin qeyb aləmi mövcud olur. Sadəcə olaraq insan həmin aləmdən xəbərsiz olur və həmin aləmlə nə qədər ki sağdır, rabitəsi olmur. İnsan həyatdan getdikdən sonra onun cismi, cəsədi torpağa, ruhu isə səmalara, Allah dərgahına yüksəlir. Və belə bir olduğu məqam, belə bir hadisə baş verdikdə, yəni ruh bədəndən ayrıldıqdan sonra ruh həmin dediyimiz o qeyb dünyasının, bizə məlum olmayan mübhəm, sirli dünyanın sanki sakininə çevrilir. Və bizim ruhumuz əbədidir və yaşayandır. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal müstakim. Sıratal lezîne en'amte aleyhim gayril mağdubi aleyhim veleddâllîn. Tarixi gərdiş, dəyişkən zaman, qayəsi Allahı dərk etmək, yolu kamillik zirvəsinə sarı olan ruhu səmaya yüksəlsə də, əməlləri ilə yaşayan saf insanları sınağa çəkdi. Tanrı imtihanından, zamanın keşməkeşindən dəyanətlə üzaq çıxan müdriklərdən biri də Mirbağır ağa idi. Nəinki Azərbaycanda, hətta Zaqafqaziyada, İran və İraqda da tanınan ilahiyyət, fiqh, fəlsəfə, riyaziyyat elmlərinin mükəmməl mənimsəmiş ali dərəcəli din xadimi Axund Mirbağır ağa Hacı Zeynalabdin oğlu Ağazadə 1873-cü ildə Salyan şəhərində dindar ailəsində doğulub. Mirbağır ağa ərəb və fars dillərini gözəl bilən atası Hacı Zeynalabdindən din elminin əlifbasını öyrənirdi. Amma birazdan atasına da, tanınmış din alimləri Seyid Məhəmmədə və Mirəşrəf ağaya da aydın olur ki, bu uşağın qəlbini daha dərinliyə baş vurmaq sevdası sürvalayıb. Beləliklə, ağa Mirbağır ağa təhsil dalınca İraqın Nəcəffül Əşrəf şəhərinə yollanır. Tanrı sevgisi, zəhmətkeşlik və qeyri-adi istedad, universal təhsil verən dini məktəbdə Mirbağır ağaya xüsusi hörmət qazandırır. Atamın çox biliyi artıq olub. Biliyi artıq olduğuna görə bu şəkli 5-lə oxumağı Nəzəfdədir. Məsciddə orada yazılıb. Adı Dilbisar'da orada var onun. Bu 25 il oxuyub. Biz için danışırdı ki 25 ildə mən praktiya Hind oxuyanına gedmişəm. Təhsilini başa vuran gənc din alimi Mədinə-i Münəvvərdə ən nüfuzlu müştəhidlər qarşısında imtahan verir. O vaxt üçün çox təsadüf olan
qərini ictihad ruhani titulunu qazanır və 1909-cu ildə Səlyana qayıdır. 25 yıl okuyandan sonra orada evlenir. Siller ki bunu getirsinler, anası bunu başının tükünden kesir koyur mektubun arasına gönderir. O da anasının bu sorağını eşiden gibi ailesini yığıştırır gelir Selyan'a. ...20-ci əsrin əvvəli tariximizin təzadlı bir dövrü idi. Artıq Azərbaycan bir əsrə yaxın idi ki, çarizmin müstəmləkə boyunduruğu altında idi. Buna baxmayaraq 20-ci əsrin əvvəli üçün Azərbaycanda milli dərk, milli oyanış getdikcə güclənirdi. Belə bir dövrdə artıq çarizmin müstəmləkə zülmünə qarşı etiraz səsləri ucalırdı. Bir tərəfdən proletariatın inqilabi mübarizəsi, bir tərəfdən demokratik hərəkat paralel surətdə inkişafda idi. Proletariatın inqilabi mübarizəsi əsasən hakimiyyət uğrunda gedən mübarizə idi. Demokratik hərəkat isə Azərbaycanı, məmləkəti, Azərbaycan xalqını çarizmin müstəmləkə boyunduruğundan xilas uğrunda aparılan bir mübarizə idi. Bakı siyasi mübarizələr meydanına çevrilmişdi. Eyni zamanda Azərbaycanın bölgələri də Bakının səsinə səs verirdi. Belə bölgələrdən biri də Səlyan bölgəsi idi. Səlyan bölgəsi 20-ci əsrin əvvəlləri üçün Azərbaycan Milli Azadlıq Hərəkatında özünün görkəmli aydınlarını yetişdirmişdi. Belə aydınlardan biri də milli mücadiləmizin ideoloqu olan Əli bəy Hüseynzadə, onun silahdaşları idilər. Onlardan biri də Mirbağır ağa idi. Geniş dünya görüşünə malik, zəngin intellekt sahibi, xeyrə şərə yarayan ağsaqqal, dövrün ictimai-siyasi hadisələrindən kənarda qala bilməzdi. Demokratik dəyərlər uğrunda yorulmaz mübariz, Əli bəy Hüseynzadə ilə mütəmadi əlaqə saxlayan, onunla məktublaşan Mirbağır ağa, Səlyanın mədəni həyatında da əvəzsiz rol oynayırdı. Mirbağır ağanın həm dini, həm də ictimai-siyasi fəaliyyəti haqqında mövcud ədəbiyyatda, mənbələrdə son dərəcə məlumatlar azdır. Buna baxmayaraq, mən bir xüsusi faktı qeyd etmək istəyirəm ki, 70-ci illərin axırlarında mən Azərbaycan Dövlət Tarix Arxivində işləyərkən Mirbağır ağanın Əli bəy Hüseynzadəyə məktubu ilə rastlaşdım. Amma təəssüflər olsun ki, bu problem mənim tədqiqat mövzum olmadığından mən bu məktubun məzmununu oxudum, lakin bir fakt olaraq bu məktubu götürmədim. Burada Mirbağır ağa hələ Demokratik Respublikanın qurulmasına qədər Səlyan bölgəsində ictimai-siyasi proseslər haqqında Əli bəy Hüseynzadəyə məlumat verirdi. Sovet rejiminin dəyirmanından, cəza dəyirmanından keçən Azərbaycan aydınlarından biri də Mirbağır ağa idi. Order nömrə 10. Qüvvədədir. 2 sutka. Əməliyyatı həyata keçirən şəxs. NKVD Salyan rayon şöbəsinin əməkdaşı Qafarov. Tapşırıq. Vətəndaş Ağazadə Ağa Mirbağırın evində axtarış aparılması və həbs olunması. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuven əhəd. 1930-cu illərdə repressiya maşını işə düşdü. Xalqın mənəvi sərvətləri sırasında Mirbağır ağa da hədəfə götürüldü. Hələ inqilabdan qabaq tanımadığı qonağın həyatını xilas edən Mirbağır ağa sonradan bu gəncin Koba, Stalin olduğunu bildi. 1932-ci ildə zindandan Stalinə yazdığı məktuba müsbət cavab aldı. 1933-cü ilin axırlarında onu həbsdən buraxdılar. 3 ildən sonra, gələndən sonra
Qızlar məktəbə getmir. Ne için? Oxutur hamısın. Özü 7 dil bilirdi. Ərəb dili, Fars dili, Rus dili, İngiliz dili. Bunların hamısını bilirdi. Dedi kızların hamısını koyun məktəbə oxusun. Bizi də qoydular məktəbə. Başladıq biz də 5 oxumağa. Həbsdən qayıdan Mirbağır ağa mənəvi əxlaqi dəyərlərin, qan yaddaşından gələn ənənələrin yerində qəlibə salınmış davranış, yalançı mənəviyyət kodeksi, xoflu və saxta rəftar gördü. Bu azmış kimi danosçuluqla məşğul olan savadsız və riyakar mollalar meydan suluyurdu. Səlyan məscidindən kənarlaşdırılan Allah adamı yaxın kəndlərə, Şorsuluya, Sarvana, Qızılağaca gedir. Moizələr oxuyur, mollaların təhrifinə düzəliş verir, ilahi qüdrətindən, Tanrının böyüklüyündən, elmi fəlsəfi dəlillərlə hədislər danışır. Fəqət Mayda Mirsalamın evində gizli yığıncaq oldu. Molla Həsən, Əhəd, Böyüyağa, Məmmədəli, Seydağa, Əbdüləhəd, Əbdülsəməd də oradaydı. Mirbağır ağa başda əyləşmişdi. Allahu Ekber. Sübhane Rabbikellezîmi ve bihamdi. Sübhane Rabbikellezîmi ve bihamdi. Bu Mirbağır ağa var ha, əks inqilabçı kimi bir dəfə tutub sürgün ediblər. Nə tər olubsa qayıdıb gəlib, yenə dindarlığından, ondan sonra hökumət əleyhinə təbliğatından əl çəkmir. Bütün salyan yaslarını yola verir. Əşi mollalıq edəsə cəhənnəm, yasla dövlətin və partiyanın xəddini tənqid edir. Sübhane Rabbiyel-Əla bihamdi. Hamamın qabağında görüşdü. Mənim qulağım eşidə-eşidə partiya haqqında nalayiq sözlər dedi. Dedi ki, Kommunist partiyası müvəqqətidir. Sovet dövləti bugün sabahlıqdır. Almaniya müharibəyə hazırlaşır. Sovetlərin axırına Nemes çıxacaq. Əmisi oğlu Mirsalam Mirrəsuloğlunu da tanıyıram. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki. Xaricdə qohumlarınız varmı və onlarla əlaqə saxlayırsınızmı? İranda Məmməd adlı oğlum var. Sovetləşmədən sonra İrana gedib. Bu da 15-17 il qabaq olub. O İranda Məşhəd şəhərində yaşayır. Məktəb müəllim işləyir. Axırıncı dəfə ondan 9 ay qabaq məktub almışıq. O vaxta qədər də gec-gec məktublaşmışıq. Nadir hallarda. O da poçt vasitəsindən olub. Siz düz demirsiniz. Oğlunuz İranda mühacirdir. Dərs demir, əksinə İranın Təhsil Nazirliyinin idarə rəisidir. Eyni zamanda sərhəd xidmətində çalışır. Bunu boynunuza alırsınız? Hə, boynum alıram. Qohumlarınızdan, tanışlarınızdan Bakıda olanları sadalayın. Qızım Bakıda yaşayır. Bakıda hansı mollalarla məktublaşırsınız? Mirzə Kamyabla. Ondan bir yerdə cəza çəkmişik. Həbsdən sonra bir məktub almışam. Bir də Bakılı Molla Qiyamla tanışam. 1937-ci ilin iyununda xəstə qızımı Bakıya cərrahiyyə əməliyyatını aparmışdım. Onda hər ikisi ilə görüşdüm.
İstintaqa məlumdur ki, siz onlarla əks inqilabi mövzuda söhbət etmisiniz. Düzdür? Yox, yox. Etiraz edirəm. Mən əks inqilabi mövzuda onlarla heç bir söhbət eləməmişəm. Siz həbsdən qayıdandan sonra əhali arasında Sovet hakimiyyəti əleyhinə təbliğat aparmısınız. O məqsədlə ki, əhali arasında düşmənçilik və antisovet əhval-ruhiyyəsi yaransın. Boynunuza alırsınız? Yox, yox. Siz düzü demirsiniz. İstintaq sizə təklif edir. Müqavimət göstərməyəsiz və düzgün ifadə verəsiz. Mən həqiqəti deyirəm. Tanrı sevgisindən, insanlıq fəlsəfəsinin dərkinə cəhddən ayrı bir niyyət olmayan Mirbağır ağaya qarşı Azərbaycan SSR-nin Cinayət Məcəlləsinin 72 bir bəndi ilə 27-70 nömrəli cinayət işi açılır və Azərbaycan Fövqəladə Üçlüyünün sərəncamına verilir. Vətəndaş Ağazadə Mirbağırın şəxsi axtarışı 7 avqust 1937-ci il həyata keçirdi NKVD rayon komendantının növbətçi köməkçisi. Şəxsi axtarış zamanı tapılıb. Bıçaq, eynək, təsbih, Quran, 600 rubl pul, tapılan bütün materiallar alınıb işə əlavə olunub. Tam məxfi. Şəxsən Azərbaycan SSR Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizlik İdarəsinin şöbə rəisi Baş Leytenant Suxanov yoldaşa. Əmr. Azərbaycan SSR Daxili İşlər Komissarlığı üçlüyünün 1 sentyabr 1937-ci il qərarına əsasən əmr edirəm. 1937-ci il sentyabrın 8-dən 9-una keçən gecə aşağıdakı məhkumlar haqqında çıxarılmış ən yüksək cəza güllələnmə hökmü icra edilsin. Hökmün icrasından sonra 2 nüsxədə akt tərtib edin və raport şəklində mənə təqdim edin. 5 sentyabr 1937-ci il 3-cü dərəcəli Dövlət Təhlükəsizlik Komissarı Sumbatov. Uşaqdan gələn var idi, o gəlib axtarıb, nətərdi, müharibə zamanı, heç kimdə hissəd yox, yetim qızlar, bacım zatda işləyirdi Zakazirnoyda, taxılda. Gəlib ki, mən əskərəm, oradan gəlmişəm, Əlbayramda olub, bilməm vardan olub, küçədə, məhəllədə adamlara deyib, oradan gəlmişəm. Mən Qazaxıstanda Ağamirbarın daşını oxumuşam. Dedi ki, bu komandir üstlərində olan mənə çox maraqlanır. Bunun fikri məndədir. Mən rəhmətə gedəcəm, ancaq bu deyəni eləyin. Bu nədirsə, tərsinə gedməyin.
Rəhmətə gedəndən sonra deyir, öz adətimizlə kəfən dəfn elədik. Bastırmağa aparanda dedi, olmayacaq. Bunu qobla qoyacam mən. Bu kişidə nəsə bir şey var. Taxtadan deyir, komandir qovlu qayıtdırdı, 6 dədə əskərlə. Gətdi deyir, kişini qəbrə qobla qoyduq, götürdük. Ağa da deyir, bizə demişdi ki, təpə var, oradan qəbirstanlığa keçəndə möhkəm tifan qalxacaq. Bığanak gələcək, tifan olacaq. Əhmiyyət vermiyor. Ora çatanda deyir, tifan başladı. Tozanak qaldı, torpaq oldu. Getdik. Getdik deyir, qəbir qoyduq, cənazəyə qoyduq yerə. Qapağı qalxızanda komandirdə olmayacaq. Ay kişi yalvarır ki, biz müsəlmanlığın sifəti torpağa dəyməlidir. Heç olmasa bir qoşu biz qobla torpaq töküb o sifətini torpağa qoymalıyıq. Çox yalvarmaqdan sonra deyir, boyun qoydu ki, qapağı qalxısın. Qapağı deyir, açan kimi 2 dəqiqə quş göyərsin, uçdu, çıxdı, etdi, hesad yoxdur. Onsuz da deyir, o təpədən gecəndə qəbir yüngülləşmişdi. Cınağımızda qobul yüngül idi. Yerə də qoyanda deyir, 2 dəqiqə quş uçdu, çıxdı, etdi. Qaldıq baxa-baxa, deyir, boş qablı bastırır. Boş qobulu deyir, bastırdıq. Ancaq 6 Rus buradadır, hamısı İslam dinin qəbul elər. Və təsir qüvvəsi az qala yaxın tarixin də izini itirmək, aydın səhifələr qaralamaq gücündə idi. Şahid ifadələrindən və bəzi rəsmi mənbələrdən Mirbağır ağanın Qazaxstana, Karakanda vilayətinə sürgün edilməsi faktı da aşkarlanıb. Amma bir həqiqət dəyişilməzdi. Kəramət sahibi o dəhşətli cəza məkanında da ibadətdən, İslamın əxlaqi dəyərlərini təbliğ etməkdən qalmır. 20-ci illərdə, Sovet hakimiyyəti illərində, 20, 30, 40-cı illərdə nə qədər alimlərimiz Sibirə sürgün edilmiş. 60 dərəcəlik soyuqda, yəni onlar dəstəmaz almışlar. Onlar namazlarını qılmışlar. Hətta onlar oruç tutmuşlar o vəziyyətdə. Dustaq ola-ola oruçlarını tamamlamışlar. Təsadüfi deyil ki, yüzlərlə faktlar vardı ki, bir çox onlarla yatan həmin şəhid, mücahid din xadimləri ilə Sibirdə dustaqxanada olan, hətta Rusların özləri belə bir çoxları İslamı qəbul eləmişlər. Bu insanların ədəbinə, ərkanına, davranışına, bunların yüksək mədəniyyətinə və nəhayət elmlərinə baxaraq, yəni tanış olaraq bu elminə onlar İslamı qəbul eləmişlər. Yəni bu mücahid insanlar, bu şəhid insanlar həyatlarının son anlarına qədər İslamın buyruğuna əməl eləmişlər. Peyğəmbərimizin buyruğuna əməl eləmişlər. Yəni Həzrəti Peyğəmbərimiz buyururdu ki, asanlaşdırın, çətinləşdirməyin İslamı təbliğ eləyərkən, asanlaşdırın, çətinləşdirməyin, sevdirin, ikrah oyatmayın, nifrət oyatdırmayın. Yəni bu insanlar məhbus həyatı yaşaya-yaşaya da yəni öz dini təbliğatlarından geri qalmamışlar. Və bu insanlar, mən deyərdim ki, Azərbaycanın qızıl fonduna aid olan insanlarıdır. Bismillahirrahmanirrahim. Yasin Vel-Qur'anil Hakim İnneke leminel murselin ala sıratin müstakim. Amir Bağır ağa elə bir müsəlman olub ki, onun üçün gətirilən bütün azuqəni qapı-qapı paylayıb. Qapı-qapı paylayıb, özü ondan yeməyib, özü ondan götürməyib, özü ondan bir tikə götürsün, artıq götürsün, yox. Beytülmalı elədə də Əli əleyhissalam kimi yoxsullara verib. Özünə nə cür verib? Gecənin qaranlığında verib, qaranlıq gecələrə saxlayıb, zəmbilləri yığıb, daşıyıb qapılara qoyub ki, heç kəs bilməsin ki, bunu kim qoyub. Belə bir nəcib sifətli bir şəxsiyyət olub. Məni atam apardı, Amir Bağır ağanın mənzilinə. Qur'anı ağam mənə Qur'anı əlifləydən, əlifləmasını öyrətdi mənə. Əlifbeydən başladım.
O yerəsən başlasan, atam mən Quranı çıxandan sonra atam belə qonaqlıq elədi. Ondan 3 gün sonra, evimizə qayıdıb gələndən sonra ağa məni qonaq çağırdı. Ağanın evinə getdim. Başımda olan qızlarla. Ağa qazan astırmışdı. Süfrə açmışdı ağa. Ağa özü gəldiyi doğru, əlim başıma çəkdi. Alnımdan öpdü. Əlimə bir qızıl onluq verdi. Dedi, sənin bu Qur'anı oxumaqla mən çox şad oldum. Çox şadam mən. Sən ki, belə ki, bu Qur'anı oxumusan, sən axunsan, axun Molla Meysinin qızıyam mən. Oydu ki, onlar məni çox istəyirlər, çox ədəbli, tərbiyəli, istiqanlı kişiydi. Gələnləri yaxşı qəbul edərdi. Süfrəsi həməşə açıq olardı. Heç gələni boş yola salmazdı. Bizim bu məsciddə də onun kəraməti olub. Vaxtı ilə uçulub dağılmaq ərəfəsində olan məscidi tikmək üçün o sonsuz, öylasız Səməd bəyə buyurub ki, belə ki, qızıl səndə var, gətirmişsən, mən bunu təmizləyim, 3 yerə böldüm, təmizlədim, bir payını sənə vermişəm, sənin hac öz qapımdadır. Deyir, ağa, necə öz qapımdadır? Deyir, apar o bir pay ki, sənə düşüb, ged məscidi sökülüb, onu təmir elə, ya təzə məscid dik. O səni həccə bərabərdir. Hətta o kişiyə föş verirlər ki, yırt qızılları, görək nə olacaqsan, övladın yox, zadın yox. O qızılı elə səlyanda, o babazanlıda dövlət gəmi dayanacağı vardı orada, taxta, şalman, nə qədər istəyirdim vardı. Oradan elə vermişdi hamısı taxta, şalmana, gətirib tökmüşdü bura, cəmatı çağırmışdı, demişdi, mən indi oğlum bundan belə olacaq. Məscidi tikdirmişdi, hansı ki, Qaradaşdadır, qıraqda, o məscidi tikdirmişdi, indi də onun ruhuna salavvaz çörülür. Həm də o Ağa Mirbağır ağanın kəraməti burada da görkənilir. Hər şeydən əvvəl Ağa Mirbağır ağa dedim deyirlər Səlyan tərəfdə və o yörədə. Mirbağır ağadır, bəs ağanı əvvələ niyə çəkiblər? Adətən bir adamın möhtəşəmliyini, böyüklüyünü göstərmək üçün eyni sifəti 2 dəfə təkrar edirlər. Əla Həzrət yerində gələn ağa sözü, o titul 2 dəfə təkrar olunan bu adam əsrin çəkdiyi bəlaları öz üzərində keçirmiş, öz üzərində bu əzablarla yaşamış bir adamdır. Uzun yazışmalardan, rəsmi müraciətlərdən sonra Sovet hökuməti özündə etirafa güc tapdı. Başa düşdülər ki, 80 yaşlı pak bir dindarı, kəramət sahibi Seyidi nahaqdan gülləliyiblər. Və qəribədir ki, indi şahidlər başqa cür danışırdılar. Vallah nə deyim, öz qulağımla eşitmədim ha, elə qonşudan eşitdim. Ona da kimsə deyib ki, güya Sovet hökuməti əleyhinə danışırmış. Əmsi oğludur, nədir? Mirsalamı mən tanımırdım. Hamamın qabağında kişilər danışırdılar ki, Mirsalamın evində gizli yığıncaq keçirmək istəyiblər. Özümə qalsa inanmaram. Nə danışsa, Mirbağır ağa fağır bir Seydin biriydi. Allaha and olsun. Təbii ki, ilahinin qüdrətindən kəramət sahibi seçilmiş Mirbağır ağanın öncə görmələri də vardı. Və bu dəfələrlə özünü doğrultmuşdu. Qarşıda ömrünün qışında onu gözləyən müsibəti də duyurdu. Fəqət Ali Tanrı sevgisinin sınaqlarını, din yolunda şəhidliyi, İslam mücadiləsini alın yazısı kimi qəbul etmiş bu müdrik şəxsiyyət, Seyid dostlarının və qohumlarının xarici ölkələrdən birinə çıxıb getmək təklifini heç vəclə qəbul etmədi. Əqidə sarsılmazlığının mücəssəməsinə, örnək səhifələrində əbədiləşən ruhun abidəsinə dönməyi bütün təkliflərdən uca saydı. Uzun müddət Ağa Mirbağır ağa unudulmuşdur. Bizim Respublikamızın görkəmli şəxsiyyəti, Səlyanımız, professor Rahim Hüseynov, onun arxiv sənədlərinə əsasən, sonra onun qohumları ilə bağlı olaraq, onun çoxlu sənədlər toplamışdı, müxtəlif qəzet və jurnallarda çap elətdirmişdi. Hətta bu yaxın zamanlarda onun barelyefində, Ağa Mirbağır ağanın barelyefində Səlyanda, onun yaşadığı, işlədiyi
düzəltdiyi meçidin qarşısında indi ondan heç bir meçiddən heç bir əsər əlamət qalmasa da o həmin vaxtı ilə tikdirdiyi meçidin qarşısında onun barelyefini ucalmışdı. Ağam demək olar ki, Rahim Hüseynovun bircə arzusu var. Arzusu ondan ibarətdir ki, Ağa Mirbağır ağanın Karakandadan cənazəsini gətirib Səlyanda torpağa tapşırmaq, orada onun cənazəsi üzərində böyük bir məqbərə uzatdırmaq arzusudur. Çünki Ağa Mirbağır ağa buna layiq bir şəxsiyyət olub. Bir də sağ olsun ki, Rahim atama böyük hürmət qoydu, bizə böyük hürmət qoydu, onun büstün getdi, Səlyanda qurdu. Atamın mescidi var idi, mescidini söktülər. Həmin mescidi Sovet hökuməti söktü onu. Həmin mescidin yer tapmadı, qabağında qoyulub. Yurt dağılıb. Yurdun qabağında həmin büstü qoyub. Biz hamımız ona minnətdarıq. Subhanallah ve elhamdülillahi ve la ilahe illallah Allahu ekber. Allahu ekber. Allahu ekber. Tanrım, özün kömək ol. Öz pənahında saxla. Xudaya, rəhmin böyükdür. Günahlarımı əfv et. Səhvlərimi bağışla. Özün məni doğru yola yönəld. Nemət verdiyin kəslərin yoluna. Ərşin sahibi sənsən. Sənin qüdrətindən, sənin gücündən, sənin mərhəmətindən, sənin məsləhətindən kənarda heç nə yoxdur. Ya Rəbbim, verdiyin qismətə, ruziyə min şükür. Hər an verdiyin nəfəsə görə min şükür. Pərverdigara, hər cür bəladan, şəri şeytandan, məkru zənandan, mərd-ü məzardan özün bizi hifz elə. Hayya alel felah, hayya alel felah, hayya ala hayril amal, hayya ala hayril amal, qad